Bu videoda Udemy təhsil platformasında hazırladığım Excel kurslarım haqqında sizə məlumat verəcəm. Kurslar Excel'i öyrənməyə yeni başlayanlar və bazası az olanlar üçün nəzərdə tutulub. Yaxşı, gəlin baxaq görək. Əgər siz bu kursları əldə etsəz, nə öyrənmiş olacaqsınız? Kursun tərkibi 6 bölmədən ibarətdir. Birinci bölmə girişdir. Burada təməl anlayışlar video formatında izah olunur. Növbəti bölmə Excel iş sahəsi ilə tanışlıq adlanır. Üçüncü bölmə iş vərəqi və verilənlərlə iş adlanan bölmədir. Burada videoların sayı gördüyünüz kimi daha çoxdur. Həmçinin videoların altında qaynaqlar yazılıb. Siz bu qaynaqları endirməklə, bunlar Excel fayllarıdır, videoda izah olunan anlayışları praktika edərək biliklərinizi təkmilləşdirə bilərsiniz. Bölmə 4 Excel'də hesablamalar, funksiyalardır. Excel'in hesablamaları həddindən artıq çoxdur. Burada isə ən çox istifadə olunan və hamıya lazım olan funksiyalar izah olunur. Nəhayət 5-ci bölmə praktiki məsələlər üzərində iş adlanır. Burada müxtəlif tapşırıqlar həll olunur və təbii ki, yenə qaynaqlardan istifadə edərək həmin Excel faylları üzərində siz də praktika edə bilərsiniz. 6-cı bölmə yəqin ki, bu kursun ən önəmli bölməsidir. Excel və süni intellekt. Süni intellektdən necə istifadə etmək lazımdır? Excel və süni intellekti necə əlaqələndirmək olar? Baxın, 6-cı bölmədə də bu izah olunur. Excel kursum haqqında daha ətraflı məlumat gördüyünüz bu YouTube kanalımdakı videoda mövcuddur.